edəcəksiniz. Amma indi qeyd edək ki, Asan Süni İntellekt platforması həm iqtisadiyyata, həm elmə, həm də dövlət idarə etməsinə töhfə verəcək. Bunu Azərbaycan Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Asan xidmətin Asan Süni İntellekt mərkəzinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə sözü gedən platformanın əsas məqsədi dövlət təşkilatlarında Asan xidmətin özündə eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar və alimlər üçün bir əlaqələndirici rolunu oynamaq, uzlaşma rolunu oynayan bir platforma yaratmaqdır. Bu platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcəkdir. Yeni bir platformadır, yeni bir sistemdir və düşünürəm ki, bu dolayısıyla həm iqtisadiyyatımıza, həm elmimizə, həm dövlət idarə etməsi sahəsinə öz kiçik töhfəsini verəcəkdir.